Əziz və iradəli Oğlaq bürcləri 3-9 avqust həftəsində sizi nələrin gözlədiyinə gəlin birlikdə bütün incəlikləri ilə nəzər salaq. Avqust ayının bu qaynar günlərinə qədəm qoyarkən daxilinizdəki o məşhur intizamın, məsuliyyət hissinin və zirvəyə doğru getmək azminin tam gücü ilə işə düşdüyünü hiss edəcəksiniz. Siz həmişə həyata real gözlərlə baxan, xəyallarla deyil, konkret faktlar və nəticələrlə hərəkət edən bir bürcsünüz, amma gəlin etiraf edək ki, son zamanlar çiyinlərinizə götürdüyünüz o böyük yük, başqalarının məsuliyyətini də daşımaq məcburiyyəti sizi içdən-içə biraz yormuşdu. Yaxşı xəbər odur ki, avqustun bu ilk tam həftəsi sizin üçün sadəcə növbəti iş günləri demək olmayacaq, bu dövr xüsusilə maddi sahədə, karyerada və maliyyə azadlığı yolunda gözlədiyiniz o böyük dönüşün, ciddi pullar qazanmağın və varlanmaq şansının gerçək başlanğıcıdır. Həftənin ilk günü, yəni 3 avqust bazar ertəsi səhər saatlarında iş masanızın arxasına keçərkən və ya gündəlik işlərinizə başlayarkən daxilinizdə inanılmaz bir diqqət və köklənmə hiss edəcəksiniz. Başqaları həftə sonunun yorğunluğunu üzərindən ata bilmədiyi halda, siz artıq həftəlik strategiyanızı beyninizdə cızmış olacaqsınız. İş yerində, biznesinizdə və ya şəxsi layihələrinizdə qarşınıza çıxan mürəkkəb tapşırıqlar sizin üçün maneə deyil, sadəcə həll olunmalı bir riyazi tənlik kimi görünəcək. Sizin o soyuqqanlı təbiətiniz və analitik zəkanız bazar ertəsi günü xüsusən rəhbərliklə və ya vacib tərəfdaşlarla olan münasibətlərdə sizi bir addım önə çıxaracaq. Bəzilərinin panikaya düşdüyü anlarda sizin göstərdiyiniz o möhkəm iradə və dəqiq qərarlar ətrafınızdakı insanların sizə olan hörmətini bir daha artıracaq. Çərşənbə axşamı və çərşənbə günləri, yəni 4-5 avqust tarixləri isə sizin üçün doğrudan da böyük maliyyə fürsətlərinin, pul axınının və bərəkət qapılarının açıldığı ən kritik günlər olacaq. Bir oğlaq olaraq siz pulun nə qədər böyük bir güc və güvən mənbəyi olduğunu yaxşı bilirsiniz. Siz havadan gələn, mənasız xərclənən pullara deyil, zəhmətlə qazanılan və gələcəyi zəmanət altına alan böyük dəyər verirsiniz. Məhz bu günlərdə uzun müddətdir üzərində işlədiyiniz bir layihənin maddi bəhrəsini görə bilərsiniz, keçmişdə etdiyiniz doğru bir yatırımın dividendlərini ala bilərsiniz və ya qarşınıza inanılmaz dərəcədə gəlirli yeni bir iş imkanı çıxa bilər. Pullanmaq, böyük gəlir əldə etmək sizin üçün bu həftə sadəcə bir xəyal deyil, tamamilə real və toxunula bilən bir nəticəyə çevriləcək. Əgər ticarətlə, daşınmaz əmlakla, maliyyə və ya idarə etmə sahəsi ilə məşğul olursunuzsa, çərşənbə günü imzalayacağınız bir müqavilə və ya verəcəyiniz strateji qərar hesabınızdakı rəqəmləri kəskin şəkildə artıra bilər. Siz pulu xərcləyərkən belə ağılla, gələcək inkişafı düşünərək hərəkət edən birisiniz, bu qazanacağınız əlavə vəsait sizə həm böyük bir daxili rahatlıq verəcək, həm də gələcək böyük planlarınız üçün möhkəm bir bünövrə yaradacaq. Cümə axşamı, yəni 6 avqust günü gəlib çatdıqda isə diqqətinizi biraz da daxilinizdəki o nüfuz və status axtarışına yönəltməlisiniz. Karyeranızda yüksəlmək, öz sözünüzü demək və rəqiblərinizə kimin daha peşəkar olduğunu göstərmək üçün mükəmməl bir gündür. Amma unutmayın ki, sizin bu kəskin yüksəlişiniz, maddiyyatda və işdə əldə etdiyiniz o böyük uğurlar kənardan baxan bəzi paxıl gözlərin narahatlığına səbəb ola bilər. Siz onsuz da hər kəsə dərhal güvənən, hər kəslə daxili dünyasını paylaşan insan deyilsiniz, bugün də o müdrik səssizliyinizi və məsafənizi qoruyun. Qoyun sizin əldə etdiyiniz nəticələr, cibinizdəki o böyük uğurlar danışsın, siz özünüz deyil. Əgər sizə qarşı hansısa haqsızlıq və ya iş yerində kiçik intriqalar olubsa, cümə axşamı günü soyuqqanlılığınızı qoruyaraq bircə gedişlə bütün o oyunları boşa çıxaracaq və masada öz hakimiyyətinizi bərqərar edəcəksiniz. Cümə günü, yəni 7 avqustda isə artıq o sərt, ciddi və zirehli qabığınızı bir kənara qoyub şəxsi həyatınıza, sevgi münasibətlərinizə vaxt ayırmağın zamanı gəldiyini hiss edəcəksiniz. Siz kənardan çox soyuq, hissiz və sadəcə işinə fokuslanmış bir insan kimi görünə bilərsiniz, amma içinizi tanıyanlar bilir ki, o sərt qabığın altında inanılmaz dərəcədə sadiq, fədakar və dərin sevən bir ürək döyünür. Əgər həyatınızda kimsə varsa, cümə günü ona qarşı olan diqqətinizi artırmaq, bəlkə də birlikdə sakit bir axşam yeməyi yemək, gələcək planlarınızdan danışmaq aranızdakı emosional bağı inanılmaz dərəcədə gücləndirəcək. Partnyorunuza gələcək güvənini hiss etdirmək sizin ən böyük sevgi dilinizdir və o, bugün bunu tam mənasıyla anlayacaq. Subay oğlaqlar üçün isə həftənin sonuna doğru çox maraqlı, intellektual və ciddi bir tanışlıq baş tuta bilər. Sizi səthi flörtlər, boş vədlər maraqlandırmır, siz yanınızda duracaq, sizinlə eyni həyat fəlsəfəsini paylaşacaq güclü bir xarakter axtarırsınız.
Bax məhz bu günlərdə iş mühitində, rəsmi bir tədbirdə və ya ciddi bir məclisdə qarşınıza çıxacaq biri sizdə böyük bir maraq və hörmət oyada bilər. İcazə verin, duyğularınız da biraz azad olsun, hər şeyi məntiqlə idarə etməyə çalışmayın. Şənbə günü, yəni 8 avqust tarixi gəldikdə isə bədəninizin siqnallarına çox ciddi fikir verməlisiniz. Bütün həftə boyu böyük maliyyə döyüşləri aparmaq, zehni olaraq daimi gərginlikdə olmaq və heç bir detalı qaçırmamağa çalışmaq istər-istəməz bədəninizdə müəyyən bir yorğunluq yaradacaq. Oğlaq bürcünün ən həssas yerləri sümüklər, oynaqlar, dizlər, dişlər və dəridir. Şənbə günü səhər uyuyub durarkən dizlərinizdə, belinizdə yüngül bir sızıltı və ya ümumi bir halsızlıq hiss etsəniz, bilin ki, bu bədəninizin sizdən dincəlmək tələbidir. Bu günü tamamilə özünüzə həsr edin. Ağır fiziki işlərdən, gərgin idman zalı məşqlərindən uzaq durun. Mümkündürsə, massaja gedin, isti bir vannada dincəlin və ya təbiət qoynunda, sakit bir yerdə yürüyüş edin. Sizin ruhunuz yüksəklikləri, dağ havasını, səssizliyi sevir, imkanınız varsa, şəhərin o səs-küylü mühitindən uzaqlaşıb biraz tək qalmaq beyninizi tamamilə format edəcək. Bol kalsium tərkibli qidalar qəbul edin, su içməyi laqeyd etməyin və özünüzü hər gün dünyanı xilas etməyə məcbur hiss etməyin. Bazar günü, yəni 9 avqust həftənin son günündə isə daxilinizdəki o böyük strateq yenidən işə düşəcək. Həftə boyunca qazandığınız o böyük pulların, əldə etdiyiniz uğurların və keçdiyiniz yolların xülasəsini çıxaracaqsınız. Pəncərədən batan günəşin işığında oturarkən, cibinizdəki o maddi güvənlə, daxilinizdəki o böyük qürur hissi ilə gələcəyə gülümsəyəcəksiniz. Siz heç vaxt təslim olmayan, çətinliklərdən qorxmayan, əksinə çətinliklərin üstünə getdikcə daha da bərkiyən bir bürcsünüz. Bu həftə bir daha sübut olunacaq ki, sizin o səbriniz, əzminiz və ağlınız qarşısında heç bir maneə dura bilməz. Gələn həftənin planlarını qurarkən, geyimlərinizi hazırlayarkən özünüzə də biraz boş vaxt ayırmağı, həyatın sadə sevinclərindən dad çıxarmağı unutmayın. Siz zəfərlərə layiqsiniz, yetər ki, öz gücünüzə və o sarsılmaz iradənizə hər zaman inanmağa devam edin. Bu həftəlik məndən bu qədər, əziz və yorulmaz oğlaqlar. Növbəti həftə yeni uğur və bol qazanc xəbərləri ilə görüşənədək özünüzə çox yaxşı baxın. Hələlik.